Anar Əliyev rayondan mənə zəng eləmişdi. Bir ağsaqqal, pensiyaçı, həyat yoldaşı ağır xəstədir, birinci qrup əlildir. Həm də müavinət alır, 220 manat, yəni böyük bir summası var. Böyük pullar alırlar. İstəyirəm Elnur indi o şəkili qoysun ki, bilə biz Sahil Babayev həqiqətən sabahların bu Anar müəllimin gördüyü işlərdən dolayı rəhmət alacaqdır, %100. Bunu mən əminliklə deyirəm. Çünki Vasil Talıbov gedəndən sonra bu təzə gələnləri görəndə cəmaət hamı dedi ki, Allah Vasil Talıbovun nəinki atasına, anasına, cəm ölənlərinə rəhmət eləsin. Cəm ölənlərinə. İndi bu Anar müəllim də Sahil Babayevin bütün nəinki atasına, anasına, bütün cəm ölənlərinə rəhmət oxuturacaqdır. Dünən ağsaqqal mənə zəng elədi. Dedi ki, Vüqar müəllim, mən Yardımlı rayonundanam. Bizim rayon mərkəzi ilə aramızdakı məsafə təxminən 10 kilometrdən yuxarıdır. Dağ kəndində yaşayırıq. Gediş-gəliş həddən o çox çətindir. Özümün 78 neçə yaşım var. Həyat yoldaşım da həm müavinət alır 220 manat, həm birinci qrup əlildir. Bizim çox ciddi bir sıxıntımız var. Həm də ruhi xəstə deyəsən yoldaşı. Vidadi bəy, Allah bacımıza şəfa versin. Yox, bəzi insanlar görsən ki, bəzi anlamadan elə şeylər yazırlar ki, mən cavab vermək istəmədim sadəcə. O deyən adamlar anladılar mən nə demək istədim. Allah heç kəsə belə şey göstərməsin. Kimsəni kimsəyə möhtac eləməsin inşallah. Deməli, bu ağsaqqalımız nə yazır dostlar? Ağsaqqal məndən danışdı. Dedi ki, Vüqar müəllim, bu Anar Əliyev gələndən bəriyə yeni qayda çıxardıbdır. Bizim kənddə bankomat yoxdur. 10 kilometr rayon mərkəzindən aralıdayıq. Və bizim pensiya müavinətləri də poçtalyonlar gətirib əvvəlki qaydada vermirlər. Bizi məcbur eləyirlər ki, mən duram bu yaşımda ağır xəstə ola gedəm rayon mərkəzindən kartı salan bankomatdan öz kart pulumu çıxardım, qayıdan bir də rayona. Dedim, axı əvvəllər poçtlar var idi. Poçt vasitəsilə kənd poçtlarından gedirdin, pensiya kənd poçtuna qolu çəkib alırdın. Niyə eləmişsin? Dedi ki, onu yığışdırıblar, hamımıza kart veriblər. İndi deyirlər ki, yox, gedin rayon mərkəzindən al. Oğul, axı mən əziyyət çəkirəm. Dedim ki, ağsaqqal, indi neyniyək? Ayda bir dəfə də olmuş olsa, heç olmasa gedin. Neyniyək? Gücümüz yoxdur ki, nəsə gedək Anar Əliyevin yapışaq yaxasından ki, sən niyə bunu belə eləyirsən? Dedi, axı, mən bir dəfə ilə qutara bilmirəm işimi, oğul. Dedim, niyə ağsaqqal? Dedi ki, çünki əvvəl pensiyalarına müavinət, yəni pensiya, müavinət, bir də bu əlillik, sosial. Bunlar eyni vaxtda verilirdi. Mən gedirdim, bir dəfə kartımı salırdım, oradan pulumu çıxardırdım. İndi belə eləyiblər. Mənim pensiyam gəlir, ondan sonra bir həftə sonra həyat yoldaşımın aldığı həm müavinət gəlir, həm şey gəlir, sosial gəlir. Əlillik pensiyası. Mən məcbur qalıram bu yaşımda 2 dəfə rayona gedəm. Bir bu həftə getdim, bir də bir həftə 10 gün sonra. Hə, getdim. Əgər orada bankomatda pul olmadısa, bir də qayıtmalıyam. Bu 78 yaşında ağsaqqal kişi. Bir də səhər minməliyəm, bir maşın tutmalıyam. Bir də təzdən getməliyəm yardımların mərkəzinə ki, pensiyamın müavinətimi alam. Vüqar müəllim, nə olar? Xahiş eləyim bu nazirdən. Deyin, Anar Əliyev, biz ağsaqqal ağbiçək. Bizim övladlarımız yoxdur. Kimsəmiz yoxdur. Yoldaşım birinci qrup əlildir, ruhi xəstədir. Mən də qoca ahıl kişiyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, xəstə adamam. Mənim rayon mərkəzinə gedib gəlmə imkanım yoxdur. Necə Sahil Babayevin vaxtında bunu həftədə bir dəfə eləyirdilər. Həftədə bir dəfə. Hamısını bir yerdə verirdilər. Xahiş edir, heç olmasa Anar Əliyevdən danışın. Anar Əliyev dəyişibdir, onu bir də təzdən qaytarsın, bərpa eləsin. Yəni, pensiya müavinətləri, əlilliyi hamısını bir yerdə gedib ala bilək. Adətən dünya getdikcə, zaman keçdikcə, bütün dünya dövlətləri belədir. İnsanların problemlərinin çözülməsini daha da asanlaşdır. Elə edirlər ki, hər şey əl çatan olur. Bizdə tam tərsi baş verir. Bizdə köhnə gedir, yeni gəlir. Yeni bir yenilik eləmək əvəzinə, ya bunun ağlı çatmır o yenilik eləməyə, bunu elə fikirləşir ki, məsələn, bu bir yenilikdir, ya da bunu
vətəndaşa işgəncə vermək məqsədi ilə bunu edirlər. İkinci, bunun alternativ yolu yoxdur. Buna heç kəs mənə iddia edə bilməz ki, mənim başqa bir niyyətim var. Sosial Müdafiə Nazirliyi bu cür əhalini nəzərdə saxlamalıdır və nəzarətində saxlamalıdır. Bundan əvvəl kəndlərdə poçtlar var idi, poçtalyonlar var idi. Poçtalyon aparırdı qocanın əməkçisini qapısında qol çəkirdi, əməkçisinin qapısında verirdi. Biz nə elədik? Sahil Babayev gələndən sonra bunu yığışdırdıq. İndi Sahil Babayev getdi, yerinə Anar Əliyev gəldi. Anar Əliyev gələndən sonra daha bir yenilik elədi. Əlilliyi ilə pensiyaları ayırdı. Biri oturur bu həftə, biri oturur gələn həftə 10 gündən sonra. Deməli, bu qoca dediği kimi bu anası ölmüş. Ayaqları tutula-tutula çəli ilə sürünə-sürünə 10 kilometr məsafəni getməlidir. Rayon mərkəzinə oradan pulunu almalıdır, qayıtmalıdırlar. Bir də bir həftədən sonra getməlidir. Biz niyə utanmırıq? Biz niyə xəcalət çəkmirik? Elman bəy yazır ki, Vüqar müəllim, Anar müəllim nazir olandan sonra elə birinci ayda mənə məktub gəldi ki, pensiyanızda artım olub. Sən demə, Sahil Babayanın komandası mənim indiyə qədər 1000 manata yaxın pulumu verməyib. Elman bəy yazır. Bir dənə upravlar şurası bankomat qoysunlar o kəndə, daha o biri kəndə getməsin. Hələ evinin yanında alsın pulunu. Bunu kim edəcək? Heç kəs. Əksinə bankomatı uzaqlaşdırırlar, aparırlar rayon mərkəzlərinə. Yeni bir dələduz şəbəkə meydana çıxıbdır. Mən buradan həm də istəyirəm ki, bütün efirdə olan hər kəsə səslənim ki, cəmaət bir-birinə bu məlumatı yaysınlar. Əla xüsusda günortadan sonra, axşam çağılar, bankomatların yanında qruplar şəklində dələduzlar dayanır. Həm də hüquq mühafizə orqanlarına mən buradan səslənirəm. Çünki artıq onlara olan şikayətlərin sayı kifayət qədərdir. Kimlər ki, pul köçürtməni bacarmır, hansısa bir idarəyə pul köçürtməlidir, kartdan karta pul atmalıdır. Onda yaxınlaşır, orada bir cavan oğlan durub. Oğlan da deməyək ona, bir gədə durur orada. Atası, anası bəlli olmayan bir gədə durur və bu xanım yazıq. Verir ki, bizim kreditimiz var. Qardaş, mən yoldaşımın kartına pul verəcəm ki, yoldaşım o pulu ödəsin. Bu qardaş dediği şərəfsiz də alır kartı, öz kartını yazır və pul getdi. Sonradan bəlli olur ki, 50 manat pul, 70 manat pul, 80 manat pul, 100 manatlara qədər o pullar aradan çıxdı. Gedib polisə müraciət edir. Polis deyir ki, 50 manat pulda 50 manatda yəni mən cinayətçi qaldırmayacağım ki. Yəni minlərlə bu cür işlər var. Xahiş edirəm bunu hər kəs bir-birinə desin. Bankomatların qabağında, köçürtmə yerlərinin, marketlərin qabağında ehtiyatlı olsunlar. Bir dələduz şəbəkədir, əla xüsusda Suraxana ərazisində, Bakı şəhərində Suraxana ərazisində bir çetə var. Çetənin təxminən 20-yə yaxın üzvü var. Bu adamlar o işlə məşğuldur. Zemə xanım yazır ki, Vüqar bəy, Lənkəranda da belədir. Bütün kəndlər şəhərə axışır. Bankların qabağında yazıq qocalar əzilir. Amma Avropa ölkələrində necədir? Bu müsəlman ölkəsidir. Avropa ölkələrində heç bir xəstə pensiya müavinət dalınca getmir. Onun qapısında gətirib verirlər, evində. Hətta onun dərmanını gətirib qapıda verirlər. Hətta onun ərzağını gətirib verirlər. Hətta dövlət bu cür kimsəsiz qocalara həftədə bir dəfə bir tibb bacısı göndərir. Bir evini, eşini təmizləyən bir xadimə göndərir. Avropa ölkələrində. Biz nə edirik? Biz tam tərsi, biz qocanı ölümə məhkum edirik ki, yox. Biz səni çox istəyirik, çünki sən hərəkət eləməlisən ki, ayağın tutulmasın. 10 kilometr get belə, 10 kilometr qayıtdala. Boss deyir ki, pul dediniz, yaxçı yadıma düşdü, gedim kartımı yoxlayım, gedin yoxla. Difni yazır ki, orada narkomanlar çoxdur, yəni Suraxana ərazisində. Tanımadığına etibar eləməsinlər, Əli Mustafayev yazır. İnsanlıq halıdır. Baxırsan ki, boyu, boxunu, posu, qəşək gül kimi bir adamdır. Sən bilmirsən bu bir gədədir. Deyirsən ki, ala bu zəhmət olmasa mən bu pulu ödəyə bilmirəm. Səndən xahişim bu pulu ödə məsələn filan karta. Alır, hə bacı, gəl, problem yoxdur. Yoxdur, ana, gəl, narahat olma, nənə, gəl. Top köçdü, oradan çıxdı. Vəssalam, bitdi məsələ. Adamı təzdən sən orada görənməzsən. Bu da getdi növbəti başqa bir marketin qabağına. Yəni, çox ehtiyatlı olaq bu məsələdə. Boss yazır ki, Avropada əgər ayın biri şənbə bazara düşürsə 2 gün əvvəl pul oturur hesaba.
Cəlal bəy yazır ki, nəinki qocaları, həm də döyüşdə iştirak edənləri də ölümə məhkum ediblər.